epilepsiya xəstəsi evlənə bilər? Əlbəttə evlənə bilər. Niyə də evlənməsin? Epilepsiya xəstəsi evlənə də bilər. Hətta çox vaxt bizim rast gəldiyimiz bir şeylərdir. Epilepsiya xəstə xanım ailə qurur, hamilə qalır və dərmanları kəsir ki, birdən uşağa ziyan ola bilər. Və bu olduqca səhv addımdır, yanlış addımdır. Elə sizin efirdən istifadə etmək istəyirəm. Epileptik tutmaq, epilepsiya xəstəsi ol, qadın hamilə qalıbsa və dərmanları kəssə, hər tutma dölə ziyandır. Hər tutma zamanı hətta uşaq ölə də bilər. Çünki əzəllər qıc olur. Əzəllər o dərəcədə qıc olur ki, vaxtından qabaq abort ola bilər və yaxud da ki, uşaq tələf ola bilər. Ona görə də mütləq dərmanlarını qəbul etməlidir. Amma necə? Ginekoloqun və nevroloqun nəzarəti altında. Bəli, elə epileptik dərmanlar var ki, beynin inkişafını ləngidir. Xəstələr, bəzən analar bundan qorxurlar. Bu zaman antiepileptik dərmanların uşağa ziyan vurmayan növləri var. Ona keçmək lazımdır. Və yaxud da ki, antiepileptik dərmanlarla yanaşı fol turşusu adlanan bir preparat var, vitamin var. Onu da qəbul edəndə artıq beyində problemlər yaramır. Amma dərmanları kəsmək çox böyük yanlış addımdır. Nevroloq və ginekoloqun nəzarəti altında müalicəsini və doğuşunu başa çatdırmalıdır.